Bir Arifin xidmətçisi idi bir nəfər. Onun xidmətçisi deyir ki, xurma ağacları var idi həyatınızda. Deyir, xurmalar da tökülüb yerdə qalmışdı. Elə bir yetişmişdi. Bir iki dənə deyil, o yetişmiş xurmadan ağacın üstündə var idi. Deyir, öz-özümə dedim ki, çıxım ağacdan dərim. Çıxım ağacın üstünə dərim onu. Deyir, çıxdım ağaca, ağacın budağı nazik, qırıldı, gəldim yerə, boynum sındı mı, ya zədələndi, sınmadı, boynu zədələndi. Apardılar məni xəstəxanaya, getdim, oradan müalicə oldum. Belə boyuna bir şey bağlayırlar, tərpədə bilmirsən, başvurub, gələ belə tərpənəsən. Bu vəziyyətdə gəlmişəm evə, hələ ki müalicəm evdə davam edəcək. Deyir, yatıram evdə, həmin o Arif dedi ki, o xurmalardan 200 dənə aparın, verin ona. O xurma ki, mən onun üçün çıxmışdım ona. Mən də deyirəm ki, bu Arif adamdır, yəqin ki, mənim üçün şəfa var, bu xurmada bir nur var ki, mən bunu yeyərəm, sağalaram. Elə o həmin o xurma ki, onun üçün ağaca çıxmışdım, onu gətirib qoydular. Çox da yeməli də deyildi, vaxtı keçmiş idi. Da məcbur elədim ki, bu ağa deyibsə nəsə burada bir hikmət var. Yedim özüm üçün, yedim onu. Və gözləyirəm ki, indi şəfa tapım, gördüm, yox, şəfadan əsər əlamət yoxdur. Neçə vaxt keçdi, boynum sağaldı və bir neçə müddətdən sonra da dedim ki, o gün o xurmaları mənə göndərməyinizin hikməti nədir? Deyil, cavab verdi ki, biləsən nə üçün boynu əzdin? Bunun üçün göndərdim sənə. Ki, biləsən ki, dəyərdi mi ona görə çıxıb oradan yıxılasan, boynun əzilsin, bir ay gipsdə gəzəsən? Dəyərdi mi?